eləyirəm ki, tanımadığım insana belə. Yəni, buna daxildir mənim iş yoldaşlarım, buna daxildir mənim sənət yoldaşlarım, buna daxildir ətrafımdakı, kontaktımdakı, Instagram, TikTokumdakı bəzi insanlar. Amma kontaktımdakı 90% insan deyərəm, mən bu formada hörmətsizlik gördüm. İndən sonra işlə bağlı sırf yazacaqsınız. Ondan əlavə mənə heç kim yazmasın, Günəş necəsən, hardasan, neynəsən deyə biləm, mesajlar gəlməsin mənə. Heç kimlə mən münasibət qurmayacağım. Bugündən sonra bu belədir. Çünki mehriban olduqca çıxırlar başıma, elə bilirlər ki, belə də olmalı və saymamazlıq edirlər. Və buna görə mən depressiya yaşamaq istəmirəm. Mən çox həssas insanım və çox da tez depressiya düşən insanım. Buna görə depressiya düşmək istəmirəm, kiməsə görə də göz yaşı tökmək istəmirəm. İndən sonra məsafənizi saxlayın, işlə bağlı yazırsınız.